Qədim və müasir Şuşa. Azərbaycanın hər qarış torpağı bizə əzizdir. Lakin Şuşanın yeri bir başqadır. Bu şəhər dəniz səviyyəsindən çox yüksəkdə, sıldırım qayaların üzərində yerləşir. Şuşanın təmiz havası və İsa bulağı kimi məşhur su qaynaqları bura gələnləri valeh edir. Şəhər həm də öz qədim qalası və tarixi abidələri ilə məşhurdur. Bura hər zaman musiqimizin və mədəniyyətimizin mərkəzi sayılmışdır. Böyük bəstəkar Üzeyir Hacıbəyli və xanəndə Bülbül məhz bu şəhərdə doğulub boya-başa çatmışlar. Şuşanın rəmzi sayılan xarı bülbül gülü yalnız bu torpaqda bitir. Bu gül öz formasına görə sanki çiçəyin üzərinə qonmuş bülbülü xatırladır. Hər il Şuşada bu gülün adını daşıyan böyük musiqi festivalları keçirilir. Şəhərin dar küçələri və daş binaları bizə ulu babalarımızın tarixindən xəbər verir. Şuşa həm də Qarabağın döyünən ürəyi adlandırılır. Bu gün Şuşa yenidən qurulur və öz qədim gözəlliyinə qovuşur. Yeni çəkilən yollar və tikilən binalar şəhəri daha da müasirləşdirir. Biz uşaqlar tariximizi dərindən öyrənməli və bu gözəl şəhərlərimizi qorumalıyıq. Şuşa bizim qürurumuzdur və həmişə də belə qalacaqdır. Hər bir Azərbaycanlı ömründə bir dəfə də olsa bu şəhəri görməli, onun havasını udmalıdır. Cıdır düzündən ətrafa baxanda insan özünü sanki buludların üzərində hiss edir. Azərbaycanın bu cənnət cuşəsi hər kəsi öz sehrinə salır.